sizin vəliniz Allahdır, Peyğəmbərdir və o kəslər cəmalda deyir. Namaz qılar, rükü edər, zəkat verər. Ay Allah, denən ki, Allah, Peyğəmbər, Əli. Allah, Peyğəmbər və o kəs ki, denəniz olmasa tək halda. Təsəvvür edin, bir dəstənin qarşısında çıxış edirsən. Deyirsən ki, sizin üçünüzdə imam olmağa layiq olan kəslər o kəslərdir ki, namaz qılıb rükü halında zəkat verirlər. Cəmaat damcı görüb ki, bu budur da Həzrət Əli. İşarə edirsən, o kəslər layiqdir ki, namaz qılar, rükü halında zəkat verər. O deyir, mən çaşdım, çaşdın ki, cəhənnəm elə bu çaşanlar üçün. Görürsən ki, bu işarə ilə danışır. Bir cəmin içində bir nəfər var namazda, rükü halında zəkat verir. Bu da deyir, sizə rəhbər olmağa o kəslər layiqdir ki, bu işi görürlər. Ax, bir işin birinci şəxsi nüfuzdan düşsə, o iş çökər də elə deyil. Digər imamların hamısı qürbət öz üzərinə götürüb ki, Peyğəmbərin qürbətini gizlətsinlər ki, Peyğəmbəri öz ümməti saymır. Hamı deyir, Əli qərib idi, Əli üstünə qərib idi, Əli özünü qabağa vermişdi ki, öz qəribliyi arxasında Peyğəmbərin qəribliyini gizlətsin. Çünki birinci şəxs sütundur da təməldir. O hiss olunsa ki, ümməti arasında qəribdir, o düşüncə çökər.